təbrik edirəm. Doğma vətənə qayıtmağınız münasibəti ilə Şükürbəyli kəndi yenidən qurulub tamamilə. Bildiyiniz kimi işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdır. Bir dənə də salamat bina qalmamışdır. Mənim geçmiş köçkünlərlə işğal dövründə çox sayılı görüşlərim zamanı hər zaman deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhər kəndləri quracağıq, daha gözəl vəziyyətə onları gətirəcək. Bugün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, bütün şərait var, yaşamaq, çalışmaq, təhsil almaq üçün həm məktəb, musiqi məktəbi, 2 uşaq bağçası, tibb məntəqəsi, əlbəttə ki, gözəl, yaraşıqlı evlər ki, burada siz Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız. Uzun illər ərzində işğal altında olub bu torpaqlar, Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir. Ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə yaşamısınız ki, öz doğma torpaqlarınıza qayıtmaq arzusu ilə. Bəziləriniz dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmışsınız. Biləsuvar rayonunda bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir. Və bugün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidliklər verərək aldıq, eyni zamanda bu torpaqları canlandırdı. İşğal dövründə Ermənistan dövləti bir daş da qoymamışdı Cəbrayıl rayonunda. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daş üstə qoymamışdı. Cəbrayıl tamamilə yerlə yeksən edilmişdir. Bir dənə də salamat bina nə şəhərdə, nə də ki, kəndlərdə qalmamışdı. Ağdam kimi. Zəngilanda bir tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdı. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə, bazarlarda satıldı. Biz isə qrup yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə Cəbrayıl şəhərində, şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil. Ondan sonra Xorovlu kəndində, Cocuq Mərcanlıda, o ki, aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Amma ən çox yaşayan insanlar burada olacaq. Hələlik 635 ev. Amma mənə verilən məlumata görə köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur. Hardasa 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq. Və əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı olan məsələlər həll olunduqca məşğulluq məsələləri də həll olunur. Burada da bütün müvafiq göstərişlər verildi. Vətəndaşların məşğulluğunu təmin etmək üçün həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur. Ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq, bitkiçiliyi ilə. Ondan sonra Cəbrayıl rayonunda sənaye zonası, Araz Vadisi sənaye zonası fəaliyyət göstərir. Orada da böyük sahəni biz nəzərdə tutmuşuq. 200 hektar sahə ayrılıb. O sənaye zonasında indi 20 rezident var.
artıq istehsala da başlamışlar və o daha da böyüyəcək. O da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi 2 sənaye zonası nəzərdə tutmuşuq. Biri Ağdamda, biri də Cəbrayılda. Cəbrayılın ümumiyyətcə gələcəkdə ölkəmiz üçün böyük töhfəsi olacaq. Həm kənd təsərrüfatı nöqteyi nəzərdə, nəqliyyat nöqteyi nəzərdə. İndi köhnə yolu siz yəqin ki, xatırlayırsınız. Sovet vaxtında işğala qədər çox belə ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa elədik, amma yeni yol, indi bilmirəm siz onu görmüşsünüz yoxsa yox, Zəngəzur dəhlizinin bir hissəsi olan ta düz Ermənistan sərhədinə gedən 4 zolaqlı yol, yəni bunun standartları da ondan yuxarı yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq. Cəbrayılda bizim ən böyük günəş elektrik stansiyaları inşa edilir. 3 stansiya, ümumi gücü 340 megawatt. Yəni bugün 340 megawattlı bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz Zəngilan, Laçın, Kəlbəcərdə ümumi gücü 300 megawattdan çox su elektrik stansiyaları artıq işə salmışıq. Haradasa 1-2 il ərzində bu bölgənin günəş və su potensialı elektrikin istehsalı üçün 700 megawata yaxın olacaq. Yəni bu ölkə üçün çox böyük xeyir gətirəcək. Məşğulluq üçün. Yəni bütün bu azad edilmiş ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır. Yollarla, hava limanları ilə, elektrik xətlərlə, su xətləri ilə, indi Xudafərin Qızqalası su anbarlarının suyundan da istifadə edəcək, orada elektrikdən də istifadə edəcək. Və beləliklə bir daha bütün dünyaya göstərəcək ki, biz qurub yaradan xalqıq, eyni zamanda döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Parlaq qələbə qazanmışıq. Bu qələbənin müasir tarixdə tayı bərabəri yoxdur. Yəqin ki, olmayacaq. Və əbədi biz bu qələbə ilə fəxr etməliyik. Gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Evlərdə, ailələrdə, məktəblərdə ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq. Sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı.